Salam dostum, Trade ilk attığım seriya dərslərinə xoş gəlmisən. Bugünkü mövzumuz Exit Poly'dir. Artıq poligonal modelləməyə keçid edirik. Exit Poly nədir və harda istifadə olunur? Hal-hazırda obyektimiz sadə primitiv boxdur və onun parametrlərində yalnız hündürlüyü n və uzunluğun bir də segmenti artırmaq olur. Yəni artıq bir müdaxilə etmək olmur. Amma üzərinə Exit Poly əlavə etdikdə artıq biz obyektin bütün vertexlərinə, edge'lərinə, poligonlarına müdaxilə edə bilirik və obyektimizi istənilən forma verə bilirik. Bu artıq poligonal modelləmədir, artıq obyektimizə müdaxilədir. Bu da yəni Exit Poly sahəsində baş verir. Exit Poly həm modifikator kimi əlavə oluna bilir, həm də ki obyekti seçəndən sonra mouse'un sağ düyməsini basıb Convert to Editable Poly etmək olur. Bunların fərqi nədir? Geriyə qayıdaq. Modifikator olaraq bilirsiniz ki, artıq modifikatorlar bir-birinin üzərinə əlavə eləmək olur və hər an geridə olan, yəni aşağıda qalan modifikatora qayıdıb hər hansı bir düzəliş eləmək olur. Məsələn, Edit Poly'nin üzərinə simmetri əlavə edib nəsə müdaxilə etmişik. Dalıca FFD, sonra yeni Edit Poly, yeni simmetri və modifikatorlarımız bu yığılır və çoxalır burada. Son modifikatorumuz tamam olanda, yəni obyektin forması bizi qane eləyəndə, üzərində bu qədər modifikator qalmaması üçün sağ düyməni basıb Convert to Editable Poly və bütün modifikatorlar artıq bir modifikatora dönür, yəni Edit Poly olur və son forma necə var elə də qalır. Artıq digər modifikatorlara müdaxilə eləmək olmur və deyəndə bunun üzərinə modifikatorlar əlavə eləmək olur. Yəni işimizi davam edə bilərik. Sadəcə yəni Convert Editable Poly ilə Edit Poly modifikatorun fərqi ondadır. Edit Poly'nin çoxlu əmrlər və alətləri var. Ən çox istifadə edəcəyimiz, yəni birinci növbədə keçəcəyimiz bir selection bölməsidir. Edge Geometry bölməsidir və sub-objectdə, yəni vertex-i seçəndə vertex-ə müdaxilə olunur, edge-ləri seçəndə edit edge-dir, edge-lərə müdaxilə olunur, border-də həmçinin border, poligon və element. Bu alətlərin və əmrlərin yerini dəyişmək olur. Məsələn, Edge Geometry-ni yuxarı keçirmək istəyirik və burada belə setka işarəsi var. Onun üzərində mouse'un sol düyməsini klik edib saxlayırıq. Və yuxarıda gördüyünüz belə bir göy xətt harda yaranırsa, deməli bizim o menyumuz həmən yerə keçid edir. İstədiyimiz yerə keçirdirik və mouse'un düyməsini buraxırıq. Artıq görürük ki, Edit Geometry yuxarı keçdi, Edit Polygon aşağı keçdi və yəni istənilən kimi dəyişə bilirsiniz. Bu panelləri açıb bağlamaq üçün hər panelin qabağında belə bir üçbucaq işarəsi var. Üzərinə basırsınız və panelimizi bağlamaq olur. İstənilən paneli açıb bağlamaq üçün bu üçbucaq düyməsindən istifadə edə bilərsiniz.